Mənim fikrimdə nə Amerika, nə İsrail İranın parçalanmasını, dağılmasının tərəfdardır. Sadəcə olaraq hakimiyyətin dəyişməsinin tərəfdardır və daha uyğun sekulyar fars belə deyək kökənli belə bir hakimiyyətin gəlməsi. Bu Pəhləvilər də ola bilər, bu başqa bir ailə də ola bilər, fərq etməz. Bu bir dünyavi fars iqtidarı da ola bilər. Təbii ki, orada da hansısa bir sekulyar bir hakimiyyətdə orada hansısa türk də yer ala bilər, kürd də yer ala bilər və s. Amma ümumi bir fars dünyavi dövlətin İran'a çevrilməsini istəyən Pəhləvələrin vaxtında olduğu üçün bu şah da ola bilər, yəni respublika da ola bilər, fərq etmir. Ona görə bizdə bəziləri elə bilirlər ki, İran vurulandan sonra bütöv və Böyük Azərbaycan qurulacaq. Mən elə düşünürəm, bu realdır. İstək arzularımız başqa, amma reallıq başqa. Amma gedişat ona getsə, necə ki, vaxt vardı, SSR-nin dağılmasını da Amerika istəmir. Mən o fikirlə qətiyyən razı deyirəm ki, Amerika SSR-ni dağıtdı, öyle bir plan da yoxdur. Sadəcə olaraq artıq Amerika SSR-də rejimin dəyişməsini istəyirdi, islahatların aparılmasını istəyirdi, yəni SSR-də yumuşalmanın olmasını istəyirdi, amma tam olaraq dağılmasında Amerika-dan Avropa ölkələri bu prosesin hazır deyildi. Çünki SSR kimi böyük dövlətin dağılması böyük kataklizmalar ola bilərdi və bunda dünya və qərb buna hazır deyildi və bunu istəmirdilər. Amma biz proses hərdən gedir ki, sən planlaşdırırsan, amma tam daha irəli gedir və yaxud da sən planlaşdırdığından daha geri gedir. Yəni bu proses baş versə, yaxşı İran dağılsa, bir neçə yerə bölünsə, onda nə olmalıdır? Bax, artıq biz bu vəziyyətə də hazır olmalıyıq. Azərbaycan buna hazırdırmı? İranın ərazilərində, Azərbaycanla sərhəd ərazilərində türklər məskunlaşan yerlərə Azərbaycan orada türklərin hüquqlarının qorunmasına hazırdırmı dövlət olaraq? Türkiyə buna hazırdırmı dövlət olaraq? Biz artıq bu yəni ki, plana da düşə bilər. Çünki məsəl üçün iş düşdü, plan getdi, Kürdlər orada öz dövlətini qurdular, buradan biyolojular, yəni farslar, ərəblər, ara qarışdı burada bir-birinə, belə deyək, məsəl bitdi sözün əsl mənasında. Onda bəs türklərin aqibəti nə olacaq? Güney Azərbaycan dediyimiz torpaqlarda yaşayan soydaşlarımızın, həmvətənlərimizin aqibəti nə olacaq? Özünü Kürdlərin silahlı qruplaşmaları var. Artıq onlar bəlkə də bir siqnal gözləyirlər. Kürdlərin dəstəyi var, İsrail dəstəyi verir, onlara açıq aydın. Amerika dəstəyi verir. Bəs Güney Azərbaycanda yaşayan türklərə kim dəstək verəcək? Azərbaycan dəstək verəcəkmi? Türkiyə dəstək verəcəkmi? Baxın, Kürdlər artıq Urmiyə iddia edirlər, Urmiyə yerləşdirirlər indiki İran hakimiyyətinin dəstəyi ilə. Sabah vəziyyət qarşısı Kürdlər daha da irəli gedir, ümumiyyətlə Ürmiyəni də işğal edə bilərlər, ümumiyyətlə Təbrizə doğru gedə bilərlər. Bu vəziyyətdə Güney Azərbaycanda yaşayan türkləri kim müdafiə edəcək? Onlar özləri bir-birlərini müdafiə edə biləcəklər. Bu suallardır və artıq mənim fikrimcə bu gedişata da istər Azərbaycan rəhbəri, istər Türkiyə rəhbəri artıq hazır olmalıdır, planları olmalıdır. Güney Azərbaycandakı aktivistlərlə, belə deyək, Güney Azərbaycan türkləri ilə artıq orada bizim irtibatımız olmalıdır. Əlaqələr qurmalıyıq. O əlaqələr varsa onu inkişaf etdirməli. Yəni biz hər cür prosesə İranda yenidən Pəhləvələrin qayıtması və yaxud da qatı fars millətçilərin qayıtması, yəni respublika halında, şahlıq halında mı, monarxiya halında mı fərq etməz. Bu situasiyada hazır olmalı. Çünki bilirsiniz, Pəhləvələrin dövründə İranda türklərin hüquqları daha çox pozulur. Yəni yağmurdan yağışa düşmüyor. Buna da hazır olmalıyıq.